Look at the pictures, make up a story according to the pictures in the given order, write at least 35 words. Şəkillərə baxın, verilən ardıcıllıqdakı şəkillərə görə hekayə qurun, ən az 35 söz yazın. Və biz şəkillərə nəzər yetirsək, burada özgüçülük dərsləri ilə bağlı bir şəkillər görürük, hansı ki verilən nümunə cavabımız kimi olmalıdır. A mother takes her son Tom for the swimming class because he wanted to learn how to swim. Ana oğlu Tomu üzgüçülük dərsinə aparır, çünki o necə üzmək lazım olduğunu öyrənmək istəyirdi. They decided that it would be a good opportunity for him to learn something new. Onlar düşündülər ki, yəni qərar verdilər ki, bu yeni bir bacarığı öyrənmək onun üçün yaxşı bir şans ola bilər. At first, they went to the registration desk. İlk olaraq onlar qeydiyyat masasına gedirlər. Teacher helped them fill out the registration form and welcomed the boy to the class. Müəllim onlara blankı, yəni qeydiyyat formunu necə doldurmaq lazım olduğuna kömək etdi və oğlan dərsə gəldi. Finally, after joining the class, the boy started practicing in the pool. Sonunda dərsə qoşulandan sonra oğlan qeyd olunur ki, hovuzda üzmə praktikasına başladı. At the beginning it was a little difficult, but he tried a lot. İlk başlanğıcda biraz çətin idi, lakin o çox cəhd göstərdi. Soon he became more confident and happily swam across the pool while his teacher watched proudly. Tezliklə o özünə daha güvənli oldu və xoşbəxt oldu. Xoşbəxt şəkildə hovuzda üzməyə başladı, hansı ki onun müəllimi də fəxrlə izləyirdi. Düzgün cavabımız olaraq nümunə kimi bu formada qeyd edə bilərik.